Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümidvaram hər biriniz yaxşısınız. Bugün yuxa açmadan 30 dəqiqəyə hazırlaya biləcəyiniz inanılmaz ləzzətli, yumuşaq, ideal rəngdə ballı tort hazırlayıram. Əvvəlcə tortun kremini hazırlayıram. Ərzaqların dəqiq miqdarını videonun açıqlama bölümündə qeyd edəcəm. İstifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. Qazançanı ocağa yerləşdirib, içərisinə 3 stəkan süd, 3 təpələmə yemək qaşığı qarğıdalı nişastası. Nişastanı 10 ilə də əvəz edə bilərsiniz. Ancaq nişasta ilə daha ləzzətli və zərif krem əldə etmiş olarsınız. Daha sonra bu qarışıma 1 stəkan şəkər tozu və 2 ədəd yumurta əlavə edib, bütün ərzaqlar birləşənədək yaxşıca qarışdırıram. Topak qalmamasına diqqət etmək lazımdır. Və modda dayanmadan qatlaşanadək qarışdırıram. Təxminən 20 dəqiqə bu formada qarışdırdıqdan sonra gördüyünüz kimi qatılaşdı. Qaynamasını gözləyirəm. Qarışdırmağı dayandırmaq olmaz. Əks halda dibi tuta bilər. 2 dəqiqə qarışdırıram. Daha sonra 2 yemək qaşığı kərə yağı əlavə edib, yağ tamamilə əriyib kremlə bütövləşənədək qarışdırıram. Krem hazırdır. Tez soyuması üçün başqa qaba əlavə edirəm. Ən sonda bir bağlama şəkərli vanilin əlavə edib qarışdırıram. Soyuyarkən üzərini qabıq tutmaması üçün üzəri hava keçməyəcək şəkildə streçlə örtürəm. Kremi bir tərəfə qoyub artıq keçirəm tortun xəmirini hazırlamağa. Qazançanı ocağa yerləşdirib içərisinə bal əlavə edirəm. Van modda bal əriyənə kimi möhkəm qızdırıram. Üzərinə 1 çay qaşığı soda əlavə edib kütlənin rəngi tündləşənədək təxmini 2-3 dəqiqə van modda qarışdırırıq. Gördüyünüz kimi karamel rəngini alır. Bu zaman içərisinə 100 qram kərə yağı əlavə edib qarışdırıb ocaqdan götürürük. Yığılması üçün hələlik bir kənara qoyuruq. Bu arada 4 ədəd yumurtaya 1 çimdik duz, 1 stəkan şəkər tozu və 1 bağlama şəkərli vanilin əlavə edib ağarıb köpürənə qədər qarışdırırıq. Üzərinə əvvəlcədən hazırladığımız ilıq halda olan yağ, bal, soda qarışımını və 1 stəkan yarım un əlavə edib tək tərkibli kütlə olana qədər qarışdırırıq. Xəmirin yarısını yağlı kağız sərdiyim soba listinə əlavə edirəm. Mən xəmiri 2 dəfəyə bişirəcəm, amma sizlər istəsəniz tək səfərdə bişirə bilərsiniz. Xəmiri əvvəlcədən 170 dərəcə alt-üst rejimdə qızdırdığım sobada rəngi dəyişənədək təxminən 4-5 dəqiqə bişirirəm. Xəmir bişdi. Xəmiri tərs çevirib ehmalca kağızı çıxardıram. Kənar hissələri tortun üzəri üçün kəsirəm. Bişirdiyim xəmirləri isə ortadan 2-yə bölürəm. Beləliklə tort 4 qatdan ibarət olacaq. Qatlar soyuduqdan sonra kremləyirik. Kəsdiyimiz hissələri əlimizlə və ya doğrayıcı ilə ovuntu halına gətirib tortun üzərinə səpirik.
Məndə belə bir alət var. Bu plimeni hazırlamaq üçündür. Aləti tortun üzərinə qoyub, üzərinə şəkər kirşanı səpirəm. Ən azı 1 saat soyuducuda gözlətdikdən sonra dilimləyib servis edirik. Soyuducuda sadəcə 1 saat gözlətdiyimə baxmayaraq çox yumuşaq, pambıq kimi olub. Rəngi, tamı, qoxusu möhtəşəmdir. Mütləq bu resepti yoxlayın. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Resepti bəyəndinizsə yaxınlarınızla bölüşməyi, kanalıma abunə olub videomu bəyənib, şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hələlik.